Bir insanın evlənməyinə bizdə bütün nəsil məşğul olur ondan. Bütün nəsil, kök, əmi tərəf, ana tərəf, ata tərəf, qız tərəf, qızın əmisi, atası tərəf, anası tərəf, paltar alanlar, xonça bağlayanlar, kosmetolog, salona gedənlər, restoranlar, ay Allah, bir evlilik, iki nəslin böyük problemi, 4 nəslin problemidir. 4 nəslin. Hələ o evdə paltar ala bilməyib, paltar tapa bilməyib, paltar seçimi eləyib, qırğın salanlar olur. Filan kəsin toyu deyim, mən ora nə geyinəcəm, ay Allah. 2 nəfəri qoşun bir-birinə denən, get harda, nikahını kəstir, get yaşa da, keyf elə. Yəni, toyda da bilmirsən ki, bəy-gəlinin dərdini çəkəsən, bunu toya gələnlərin dərdini çəkəsən, yiyənlərin, içənlərin, hələ o içib inciyib gedənlər olur, belə küsür gedənlər olur. Ağzı elə, o nə toyda, heç adamı oturmağa yer tapmadıq, nə bilim, nəzdə tıpır. Nə lazımdır ya? Kim kimi sevirsə, getsin belə də rəsmi nikahına girsin, getsin həyatını yaşasın. Hə, yemək olmadı, kabab buz kimi idi, nə bilim nə idi, bəyin anasını gördün, bəyin atasını gördün, xalalarını gördün, əmiləri gördün, ona bax, içib yıxılmışdı yerə, şalvarın qabağı açılmışdı, filan kəs dombalaq açdı. Elə bir ki, cəmaat danos toplamağa gedir, toya getmir. Valla, nə lazımdır, neyinirsən? Valla, mənim indiki ağlım olsaydı, mən toyumuzu günayla el eləməzdim. Tamam başqa bir hava-havada elərdim. Çox yaxın ətrafda, yaxın insanlarla, bəlkə də başqa bir ölkədə, elə o boyda çəkdiyin xərci götür, 2 dənə bilet al, get xarici ölkədə, qəşəng onu toy kimi bir gəlinlik ye, bir bəylik ye, küçə ilə gəz, hamı səni təbrik eləsin, çöldə öpsünlər, gül töksünlər başınıza, şəkil çəkdirin bəy gəlinlikdə, nə gözəl. O boyda restorana pul verənə qədər belə getkinən həyatını yaşadı, bilet aldın, uçdun xaricə, toy eləyirsən özün üçün, xatirə, gözəllik. Bilmirəm başqa ölkələrdə necədir. Mən adətən nənələrimizi dırnaq arasına salmaq istəmirəm. Gözəldir, xoşdur, maraqlıdır. Amma məsələn, mən düşünürəm ki, tamam başqa cür olmalıdır da. Nə bilim.